Sabahınız xeyir olsun. 18 iyul 2026-cı il tarixli yay fəslinin 28-ci günüdür. Səfər ayının 4-cü günüdür. Səfər ayının ilk həftəsinin ilk şənbə 6-cı günüdür. Şənbə 6-cı günü bildiyimiz kimi həftə üçün istirahət günlərindən biridir. Elə insanlar var ki, bugün də istirahət ilə məşğuldurlar. Hər birinə can sağlığı, sülhəmnamanlıqlı, firavanlıq, bol, bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin dolu olan bir şənbə günü keçirmələrini arzulayıram. İstirahət günü olmağına baxmayaraq, iş yerlərində, ofislərində işləri ilə məşğul olanlara, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olanlara can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, eləcə də şad xəbərlərlə zəngin olan, dinc qulaqlı bir şənbə günü keçirmələrini arzulayıram. Və eləcə də 18 iyul günündə təhsili ilə məşğul olanlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələrinə can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan, bol bərəkətli, ruzili olan bir şənbə günü keçirmələrini arzulayıram və qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çatmalarını da arzulayıram. Həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar olaraq yetişmələrini də arzulayıram. Və sertifikasiya, müəllimlərin işə qəbulu imtahanı üzrə uğur qazananlara can sağlığı, müsahibə mərhələsinə çalışanlar üçün, hazırlaşanlar üçün zehin açıqlığı, yol açıqlığı, xeyri bu imtahandan da uğurla keçmələrini arzulayıram və uğur qazanmayanlara isə yenidən ümid itirmədən, ruh düşkünlüyü yaşamadan hazırlaşma və gələcəkdə bütün imtahanlardan uğur qazanmalarını arzulayıram. 18 iyul günündə kimlərin rəhmətə gedəni var? Allahdan rəhmət diləyirəm. Qalanlara can sağlığı, səbir diləyirəm. 18 iyul günündə kimlər xatırlanır, anılır, ruhu yad edilir. Hər birinin ruhu şad olsun deyirəm və onları xoş anılarla xatırlamağa, yad etməyə, anmağı hər birimizə arzulayıram. 18 iyul günündə kimlərin xəstələri var? Can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, səbirli, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl bir şənbə günü keçirmələrini arzulayıram. 18 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 18 iyul günündə də baş verən tarixi hadisələr vardır. 18 iyul günündə baş verən tarixi hadisələr isə bunlardır. 18 iyul Uruqvayda Konstitusiya günü kimi qeyd olunur. 18 iyul 64-cü ildə Romada yanğın nəticəsində şəhər tamamilə dağıldığı gündür. 18 iyul 1898-ci ildə İspaniya futbol klubu Atletik Bilbao FK-nın əsası qoyulduğu gündür. 18 iyul 1908-ci ildə Təbrizdə Səttarxan inqilabı qələbə çaldığı gündür. 18 iyul 1925-ci ildə Amerikada qadınların avtomobil idarə etmələri haqqında rəsmi açıqlama verildiyi gündür. 18 iyul 1925-ci ildə isə Adolf Hitlerin Mənim Mübarizəm adlı kitabı çapdan çıxdığı gündür. 18 iyul 1988-ci ildə İran-İraq müharibəsi başa çatdığı gündür. 18 iyul 2000-ci ildə ATƏT-in Bakı ofisinin rəsmi açılışı olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.